Moskvada anadan olub, Rusiya televiziyalarının ekranlarında illərlə tanınmış sima kimi çıxış edib. İndi isə diplomatik missiya daşıyır. Söhbət Azərbaycan əsilli tanınmış jurnalist İradə Zeynalovadan gedir. O, bugün təkcə Rusiyanın informasiya məkanında deyil, həm də beynəlxalq səviyyədə diqqət çəkən fiqurlardan biridir. Vladimir Putinin fərmanı ilə İradə Zeynalova Rusiyanın Mavrikidəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bəs kimdir İradə Zeynalova? Onun keçdiyi yol, jurnalistikadan diplomatiyaya uzanan bu maraqlı karyera necə formalaşıb? İradə Avtandil qızı Zeynalova 1972-ci il fevralın 20-sində Moskvada anadan olub. Atası Azərbaycanlı, anası isə Rusdur. Onun ailəsində 2 bacı böyüyüb. Kiçik bacısı Svetlana Zeynalova bugün də Rusiyada məşhur televiziya aparıcısı kimi tanınır. Lakin ailə dostlarının sözlərinə görə qavrayış və tərbiyə baxımından İradə hər zaman özünü daha çox Azərbaycanlı kimi hiss edib. O, Moskvada 61 nömrəli məktəbdə təhsil alıb. Daha sonra Rusiya Dövlət Texnoloji Universitetini bitirib. 1995-ci ildə universiteti başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarında jurnalistika sahəsində təcrübə keçib. Məhz bu dövr onun gələcəkdə televiziyada peşəkar karyerasının əsasını qoyub. İradə Zeynalova 1997-ci ildən televiziyada işləməyə başlayıb. İlk iş yeri RTR kanalının Vesti proqramı olub. Burada həm redaktor, həm də ingilis dilindən tərcüməçi kimi çalışıb. O dövrdə Rusiya mediası yerli mərhələyə qədəm qoyurdu. Vesti isə ölkənin ən nüfuzlu xəbər proqramlarından biri sayılırdı. Gənc jurnalist kimi İradə hadisələrin mərkəzində olmağı, reportaj hazırlamağı və beynəlxalq xəbərləri izləməyi burada öyrəndi. Qısa müddətdə diqqət çəkdi və 2000-2003-cü illər arasında Vesti və Vesti Nedeli proqramlarının müxbiri kimi fəaliyyət göstərdi. Xüsusilə 2002-ci ilin oktyabrında Dubrovka teatrında baş vermiş terror aktı zamanı hadisə yerindən etdiyi reportajlar onu tanıtdı. Həmin anlarda soyuqqanlı davranışı və peşəkarlığı həm tamaşaçılar, həm də redaksiya tərəfindən yüksək qiymətləndirildi. 2003-cü ilin aprelində Rusiya telekanalını tərk edərək birinci kanala keçdi. Bu addım onun jurnalistik karyerasında dönüş nöqtəsi oldu. 2003-2007-ci illərdə Novosti, Vremya və Drugi Novosti kimi populyar proqramlarda müxbir kimi çalışdı. O, 2004-cü ilin fevralında və 2010-cu ilin martında Moskva metrosunda törədilən partlayışlar, 2004-cü ilin sentyabrında Beslandakı faciə və 2005-ci ildə Moskva enerji sistemində baş vermiş böyük qəza zamanı olay yerindən birbaşa efirə çıxan reportyorlardan biri idi. Bu illər ərzində İradə Zeynalova Rusiyanın ən cəsur və etibarlı müxbirlərindən biri kimi tanındı. 2006-cı ildə o, həm Turində keçirilən qış olimpiya oyunlarını, həm də Almaniyada baş tutan futbol üzrə dünya çempionatını işıqlandırdı. Onun reportajları səmimiyyəti və enerjisi ilə seçilirdi. Həmin il Zeynalova Rusiyada ən yaxşı reportyor mükafatına layiq görüldü və 2-ci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edildi. 2007-2010-cu illərdə 1-ci kanalın Böyük Britaniyadakı bürosuna rəhbərlik etdi. Londondan hazırladığı reportajlarda həm siyasət, həm də mədəniyyət sahəsində baş verən hadisələri izləyicilərə təqdim edirdi. 2011-ci ilin martında İsrailə ezam olundu və bir il ərzində 1-ci kanalın Təl-Əviv bürosunun rəhbəri kimi çalışdı. Bu illər ərzində İradə Zeynalova sadəcə xəbər aparıcısı deyil, həm də beynəlxalq jurnalist statusu qazandı. 2012-2016-cı illərdə o, Vremya proqramının bazar buraxılışının aparıcısı idi. Həmin dövrdə o, Rusiya televiziyasında ən çox izlənən simalardan birinə çevrildi. 2016-cı ildə isə NTV kanalına keçərək İradə Zeynalova ilə Həftənin Yekunları adlı analitik proqramı təqdim etməyə başladı. Bu verilişdə o, həm aparıcı, həm redaktor, həm də reportaj müəllifi kimi çıxış edirdi. O, həftənin əsas hadisələrini təhlil edir, qonaqlarla müsahibələr aparır, Rusiya və dünyadakı siyasi gedişləri izah edirdi. 2017-ci ildə Yegor Kalivanov və Sergey Malozyamovla birlikdə Prezident Vladimir Putin haqqında xüsusi proqramın aparıcısı oldu. İradə Zeynalovanın fəaliyyəti birmənalı qarşılanmayıb. O, bir tərəfdən peşəkarlığı ilə tanınıb, digər tərəfdən Kremlə yaxın media siyasətini təbliğ etdiyi üçün tənqid olunub.
2021-ci ildə Ukrayna hökuməti onu Putin rejiminin maraqlarına xidmət edən təbliğatçı kimi sanksiya siyahısına saldı. Buna baxmayaraq o fəaliyyətini davam etdirdi və beynəlxalq media dairələrində nüfuzlu sima olaraq qaldı. 2024-cü ilin sentyabrında Vladimir Putin onu Rusiya Federasiyasının Mavrikidəki fövqəladə və səlahiyyətli səfiri təyin etdi. Fərman Rusiyanın rəsmi hüquq portalında dərc olundu və Zeynalova oktyabrda vəzifəsinin icrasına başladı. Beləliklə, uzun illər media önündə olan bir jurnalist diplomatiya sahəsinə keçid etdi. Onun yeni missiyası Rusiya-Mavrikiya əlaqələrinin inkişafına, Afrika ölkələri ilə əməkdaşlığın dərinləşməsinə yönəlib. Səfir Zeynalova açıqlamasında bildirib ki, əsas məqsədi Rusiya ilə Mavrikiya arasında təhsil, mədəniyyət və media sahəsində körpülər qurmaqdır. Afrika ölkələrinin qərbdən fərqli baxışlara, müstəqil informasiya mənbələrinə ehtiyacı var. Biz bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq. Rusiya mediasının yazdığına görə Zeynalova Mavrikidə artıq bir sıra layihələrə start verib. Rus dili kurslarının təşkili, tələbə mübadiləsi proqramlarının hazırlanması və mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Bu, Rusiya diplomatiyasının Afrika istiqamətindəki fəaliyyətində xüsusi mərhələ hesab olunur. İradə Zeynalovanın şəxsi həyatı da mediada maraq doğurub. Onun ilkəri jurnalist Aleksey Samolyetov olub. Bu evlilikdən Timur adlı oğlu dünyaya gəlib. Cütlük 20 il evli qaldıqdan sonra 2015-ci ildə boşanıb. Daha sonra o, hərbi müxbir Aleksandr Yevstignev ilə ailə həyatı qurub. Yevstignev əvvəllər 1-ci kanalda, hazırda isə Rusiya 1-də çalışır. Onların toyu 2016-cı ilin dekabrında baş tutub. Maraqlı məqamlardan biri də odur ki, İradə Zeynalovanın əmsi oğlu İsabala Zeynalov Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin keçmiş dekanı olub. Lakin 2017-ci ildə rüşvətxorluğa görə 8 il azadlıqdan məhrum edilib. Bugün İradə Zeynalova həm Rusiyada, həm də beynəlxalq mediada simvolik fiqura çevrilib. O, illərlə jurnalistikanın ön cəbhəsində çalışıb, indi isə diplomatik cəbhədə ölkəsini təmsil edir. Bu keçid təsadüfi deyil. Son illərdə Kreml mediadan gələn, ictimaiyyət qarşısında etibarlı obraz yaratmış fiqurları diplomatik postlara gətirməklə beynəlxalq aləmdə imic siyasətinə xüsusi önəm verir. Zeynalovanın təyinatı da bu kontekstdə dəyərləndirilir. Bir zamanlar hadisələrin içindən reportajlar hazırlayan İradə Zeynalova indi həmin hadisələrə diplomatik masa arxasından baxır. O, Mavrikidə Rusiya maraqlarını qorumaqla yanaşı, ölkələr arasında mədəni körpülər qurmağa çalışır. Azərbaycan kökləri isə onun bioqrafiyasında maraqlı bir detal kimi qalır. Rusiya cəmiyyətində yüksələn, amma genetik olaraq Cənubi Qafqazdan gələn bir qadın. İradə Zeynalova, jurnalistikadan diplomatiyaya, efirdən səfirliyə uzanan uğurlu bir yolun siması. Gələcəkdə onun Mavrikidəki fəaliyyəti həm Rusiya-Afrika münasibətlərinə, həm də Qərblə Moskva arasında informasiya balansının formalaşmasına təsir göstərə bilər. Həyatını hadisələrin içində keçirən bu qadın indi hadisələrin istiqamətini müəyyən edənlərdən biridir.